Əməkdar jurnalist Azər Ayxan yazır. ABŞ İraqda əməliyyata başlayanda Azərbaycanda müxalifətçilər necə sevinirdi? Onlara elə gəlirdi ki, Amerikanın o dövrdəki prezidenti George Bush Bakıya qoşun yeridib hakimiyyəti AXCP Müsavat koalisiyasına təhvil verəcək. Həmin il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdi. Müxalifətçiləri ruhlandıran həm də bu idi. Düşünürdülər ki, ABŞ Səddam Hüseyni devirdikdən sonra Cənubi Qafqazda demokratiya, azadlıq yelləri əsəcək. İraqda Səddam Hüseyn devrildi, amma bu ölkə nə azad oldu, nə xoşbəxt. ABŞ əskərlərinin çəkmələrinin dəydiyi ölkələrdə uzun illər xaos yaranır. Xalqları bədbəxt olur. Bu Rusiya üçün də eynidir. Rus hərb maşını da xeyli ölkəni viran qoyub, bunun acıları hələ də yaşanır. Donald Trump Venezuelanı müharibəsiz ələ keçirdi. Üstəlik, Nikolas Maduronu ilk cəhdə həbs edib, əli qandallı əsir götürdü. Venezuelada legitim olmayan hakimiyyət vardı. Nikolas Maduro da diktator olub. İndən sonra bu ölkədə nələr yaşanacaq? Ağ günə çıxacaq, xoşbəxt gələcəyə qovuşacaq, çətin ki belə olsun. ABŞ-da Venezuela əməliyyatı birmənalı qarşılanmır. Buna sərt reaksiyalar var. Siyasətçilər, jurnalistlər bunun mənfi tərəflərinə diqqət çəkirlər. ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Donald Trump'ın Venezuela prezidenti Nikolas Maduro'ya qarşı əməliyyatını sərt şəkildə pisləyib. Daha 20-25 il öncə deyil ki, Amerika xilaskar obrazında görünsün. Miting və yürüşlərdə bu ölkənin prezidentinin şəklini yeniyetmə oğlan başının üzərinə qaldırıb, ondan ölkəsinin demokratikləşməsini istəsin. Heç Amerika xalqı da bunlara inanmır. Dünyada buna inanan axırıncı sadəlövlər isə bəzi Azərbaycanlılardır. Bir qismi Bakıda yaşayır, bir neçəsi xaricdə. Onlar özlərini inandırmağa çalışırlar ki, Amerika gələcək, zülm bitəcək. Ona görə də Trump'a Maduronu həbs etmək üçün dəstək verdilər. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.